Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə Məlik Aslanov küçəsindən marşrutdan hardasa maksimum 100 metr məsafədə 3.5 sotun içində gözəl, tam təmirli, şəxsi inşa olunmuş 4 otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, allı ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizin nəzərinizə çatdıracağım. Hörmətli izləyicilər, gördüyünüz kimi giriş darvazası pultla idarə olunur. Əlavə əl qapısıdır. Həyətini tam eti yox, birbaşa metlaqdan işləyiblər. Gördüyünüz kimi həyəti səliqəli, səhmanlı bir evdir. Çox gözəl təmir olmuş bir evdir. İndi ətraflı sizin məlumatınızı çatdıracağım. Həyətində burada bağ-bağça çalmaq üçün boş torpaq sahəsidir. Gördüyünüz kimi də evin qabaq hissəsi çardaqla bağlanıb. Evin arxa tərəflərinə belə keçmək mümkündür. Bax, buradan geniş var, düz arkasına qədər keçmək mümkündür. Burada da boş yer var. Bütün pəncərələr tam havalanmaya uyğundur. Gördüyünüz kimi, hörmətli izləyicilər, hasarları belə səliqəli səhmanla belə işlənib. Həyəti yenə qeyd edirəm, metlaqdan işlənib, altına beton düzülüb. Yəni, ev həqiqətən çox keyfiyyətli, şəxsi inşa olunmuş bir olub, keyfiyyətli də işlər görülüb. Burada da viranda hissəsidir. Yayda zətdə oturmaq üçün, çay içmək üçün bir əlavə bir yer saxlayıb ev sahibi. Gördüyünüz kimi kombiləri hamısı qaydasındadır, kombi. Keçən indi evin içinə tanış olaq. Hörmətli izləyicilər, həyəti ilə tanış olduq. Buradan daxil oluruq evin içinə. Evin içinin təmirdə gözəldir, səliqəli, səhmanlı bir evdir. Ev, bax, gördüyünüz kimi giriş hissəsi istipoldur. Başdan hamısı evin istipoldur. Sağ girişdə sol tərəfdə qonaq otağıdır. Sağda geniş bir mətbəxdir. Bu hissəsində gördüyünüz kimi istipoldur döşəməsi. Mətbəx məbəlidə yığılıb, təzə yığılıb, membrandan yığılıb, özə keyfiyyətli materiallardan istifadə olunub. Mətbəxə hardasa 18 kvadrat olar, 3-ün bir 6-ya genişli yiyiç otur burada. Yəni, çox belə genişli göz qabağında 35 kvadratlıq qonaq otağıdır. Gördüyünüz kimi də ev kurqa boyda qoşadır, hörmətli izləyicilər. Bax, təmir də gözəl, sərgəli, səhmanlı. Ev gir yaşa vəziyyətində olan bir evdir. Yəni, heç ehtiyac yoxdur ki, nəyəsə təmir olsun. Bir dənə 500 götürün, gəlin evin içinə. Burada bir yataq otağı da ayrıca hardasa 4-ün 5-ə. Demək, hörmətli izləyicilər, yataq otağının içində də sanuzeli var ayrıca. Baxın, bax, burada bir dənə də sanuzeli var. Görürsünüz, hörmətli izləyicilər. Təmirləri də diqqətlə baxın. Tavanlar hamısı səliqəlidir. Yəni, elə çox bəzə-büzə, figura olunmayıb. Yəni, hər şey qaydasındadır. Burada bir uşaq otağıdır. Görürsünüz, hörmətli izləyicilər. Burada hardasa 10-12 kvadrat olar. Uşaq otağı buradadır. Demək, burada bir dənə də yenə yataq otağıdır. Bu da uşaqdır. Yəni, 4 otaqdır. Bacı qardaşların uyğundur. Burada da hardasa 10 kvadrat, 12 kvadratlı bir otaqdır. Təmir də göz qabağında, yəni hər şey ideal vəziyyətdə təmir olunub, hörmətli izləyicilər. Ev sahibi özünə eləyir. Burada dəhlizin sonunda da burada sanuzeldir. Moderator qoyulub, hamısı qaydasında. Təmir də ideal vəziyyətdə zövqlə yığılıb, gördüyünüz kimi. Hörmətli izləyicilər, ev haqqında təqdimatı sizə göstərdik. Çəkişdə hamısı sizin nəzərinizə çatdırdım. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Ənvar səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti 175 min start qiymətdir. Real alıcı olsa endirim olmağına birbaşa sahibinə görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. Reallığa gələn adam gəlsin ev sahibi ilə danışsın, hörmətli izləyicilər. Evin təmirinə, yerinə, hər şey gözəl yerdədir. Mərkəzə də yaxın yerdədir Biləcərin. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik.